Bakalım. Təmizlik vlogu çəkəcəm. İş yoxdur, evdəyəm. Bayrama da demək olar ki 10 gün qalıbdı. Ona görə də istədim ki evdə təmizlik vlogu çəkim. Stenkalarımı təmizləmək lazımdır. Keçən də bu vlogumun birində baxıram ki güzgüsündə ləkələr var dəhşət. Bir də bir şey deyim, çox qəribə görsənirəm. Özümü nəsə kamerada gördüm, tanımadım. Nəysə başlayayım. Belə baxıram. Qabların içi tozdur. Qabların içi toz deyil. Ama buralar tozlu. Ona görə də qabları istəyirəm yumuyor. Qabları yumaq istəmirəm. Başlayayım. Bunları götürüm. Belə götürüm. Dostlar, dəstəyinizə ehtiyacım var. Mənim kanalıma abunə olmamısınızsa abunə olun. Vloglarımı yaxınlarınızla paylaşın. Kanalımı tezliklə 10.000 edə bilərsiniz. Sizdə də əvvəllər belə idi. Mamalarınız stenkalarında olan qabların içinə nəsə qoyurdular. Ya pul qoyurdular, ya qızıl qoyurdular. Dərman qoyurdular. İndi bizdə tura, lamışqaları qoyur. Bu da bacım dərmanıdır deyəsən, qalbi yadından çıxıb. Doğrudan da çok geçen silir. Buna bakın. Belə belki inanırsınız. Buram illərdir silinmir də, elə görsənir. Yayda biz necə olur, qapqara olur ya bura. Mən pəncərəni açıq qoyuram nədirsə. İndi bu yay ancaq kondisioner işlətdik. Rahim, televizor açdı. Oo. Bu yay kondisioneri daha çox qoşdum. Çünki doğrudan tozdan bezdim də. Deyirəm, mamam gelin vaxtında böyle şeyler yok idi ya, Allah haqqı. Yazıqlar əziyyət çəkirdi. Nədir? Adi bir nem salfetka hazır dərmanla. Silirsən də tozu. Hər şey asanlaşıb, get-gedə hələ çox şey asanlaşacaq. İnsanlar da tembelleşir. Tembel adamlar mənə çatmır vəbşə. Mən mütə tembel insan deyiləm. Tembelliği yoktu. Yorulsam bile bir de görürüm, iş görürüm. İndi bak gelmişəm işdən. İndi evdəyim də, əslində yuxum gəlir. Ama deyirəm ki, yox. Buraları qoy silim. Təmiz olsun. Bayramda yaxınlaşır. Onu fürsətə çevirib istirahət edirəm də əslində. Tozuymuş elinde de. Çok tozuymuş. Az qalıb. Bilirsiniz bunu niyə belə nəm salfetka ilə silirəm. Çünki az qalıb da bunları mən ləğv eləməyim az qalıb. Belə bir vlog çəkmişdim düzü. Ama təkrar yenə çəkdim. Çünki çox adamın xoşu gəldi. Mən belə vloglarımı deyirlər, belə şeylər çək. Ona görə istədim ki, təkrar yenə çəkim belə bir vlog. Все, oldu təmiz.
Nə də oldu təmiz. Mən bir dəfə də belə bir vlog çəkmişdim. Hamıya çox maraqlı olmuşdu. Hətta vloqum keşfətə düşmüşdü. O vloqdan sonra anladım ki, hamımız eyni travmalar yaşayırıq. Sadəcə olaraq səbəbləri başqadır. Təkrar təmiz bir salfetka ilə siləcəm. Deyirəm, təmiz olsun. Hər dəfə mən bu evi təmizləyəndə, evə baxanda baxıram ki, əvvəllər nə qədər əşyalarım var idi, nə qədər aksesuarlar var idi, yığmışdım hamısını ora. Düzü bu artıq əşyalar toz yığmaqdan başqa bir işə yaramır. Onları yığışdırandan sonra təmizləmək də rahat olur. Baxıram ki, qabların yığmağın nə mənası var idi. İllər keçdikcə düşünürəm ki, mən bu düşündüklərim sağlam deyilmiş və o vloqumda da şərtdə yazanların çoxusu eyni mənim kimi, bəzilərinin yaxınları və yaxud da ki, özləri mənim kimi belə düşünürlər, əşyalarını ata bilmirlər. Tək qablardan söhbət getmir. Hətta geyimləri belə elə adam var ki, ata bilmir. Mən etiraf edeyim ki, mənim geyimlərimi də saxlamışdım. Tələbəlik vaxtlarımdan olan geyimlərim də qalmışdı. Fərqinə vardım ki, mən sağlam düşünmürəm. Ondan sonra geyimlərimi belə atdım. Bilmirəm bu nə ilə bağlıdır. Düşünürəm ki, hər şeyin insan həyatında dəyişməyini ya istəmir, ya dəyişməyindən qorxur. Mən məsəl üçün anamla bağlı idi bu yaşadıqlarım. Düşünürəm ki, anamı itirdim və istəmirdim ki, hər şey həyatımda dəyişsin. Hətta istəmirdim ki, mənim ikinci uşağım olsun. Deyirdim ki, anam görməyibdi, elə Nilayı görüb, istəyirəm elə də qalsın. Sonra vaxt keçdikcə başa düşdüm ki, mən bunu da düzgün düşünmürəm. Bir dəfə mənə bir məşhur olan bir aparıcı var idi. İllər əvvəl ondan daha çox işləyirdi. Səhərdən axşama kimi bir yerdəydik. O mənə bir gün dedi ki, sən çox belə qəribə olmusan, nədirsə sıxıntın, mənə danış. Mən də ona dedim ki, bəs belə yaşadığım bəzi şeyləri dedi. Dedim ki, mənə narahat edən belə şeylər var. O mənə məsləhət gördü ki, mütləq gedim evdə bütün geyimlərimi atım çölə. Özünə dedi ki, təzə geyimlər al, geyimləri dəyiş. O sənə yaxşı təsir edəcək. Açığı mən onun sözünü o qədər də ciddiyə almadım. Düşündüm ki, geyimlərimi niyə atıram? Bəzi geyimlərimi də heç çox geyinməmişəm. Niyə atmalıyam ki? Boş verdim onun fikrini, ciddiyə almadım. Dedi, mütləq elə, amma mənə neçə dəfə tapşırdı. Dedi, yaxşı, buna belə dedim. Ancaq düşündüm ki, atmaq istəmirəm də, yəni mənasız gəldi o fikri mənə. Və sonra gördüm ki, məndə psixoloji şeylər çoxaldı. Əvvəl məndə belə bir şey olmamışdı. Mən heç bir şeyə atmaya evdə addım atmağa yer qalmamışdı. Türklərin bir məşhur serialı var idi, Masumlar Apartmanı. Mən fərqinə varmasaydım, get-gedə onun kimi olacaq. Hacım Rusiyadan gələndə mənə dedi ki, evə baxdı, nəyə əl vururdu, deyirdim onun xatirəsi var, əl vurma, bunu deyirdim, xatirəsi var, əl vurma. O da mənə dedi ki, sən Masumlar Apartmanı kimi onlara dönmüsən, sən xəbərin var. Mən də o seriala doğrudan baxmırdım, amma bilirdim ki, elə bir şey var. Bacım deyirdi ki, bax, ki sən bir dənə ona bax, sən onlar kimi olmusan, onlar deyib psixologiyası pozulur. Sən də psixologiyam pozulur. Bu normal bir şey deyil də. Turalı deyir ki, onun elədikləri normal deyil. Doğrudan da onun sözündən sonra ayıldım elə bir. Mən başa düşdüm ki, mən düz eləmirəm. Ümumiyyətlə insan psixoloji probleminin fərqinə varırsa və onu həll edə bilirsə, demək ki, o insanın psixoloqa ehtiyacı yoxdur. Buranı təmizləyək. İndi keçirəm bu birisi şkafı təmizləməyə. Bu Quran kitabıdır. Deyirlər evdə ən hündür yerə qoymaq lazımdır. Ona görə mən bura qoymuşam. Başlayım buranı təmizləyəm. Psixoloqa o zaman gedirlər ki, yaşadığı çətinliyi, problemi həll edə bilmir. Özü həll edə bilmir, ona görə də psixoloqun köməyini alır. Mən şükür Allaha düşünürəm ki, özüm problemimi həll etdim. Ümumiyyətlə hər bir şeydə həmişə özüm çalışıram ki, özümə psixoloq kimi yanaşıb öz problemimi özüm həmişə həll edirəm, özümü də tənqid də edirəm yeri gələndə. Nəysə, yəni mən demək istədiyim odur ki, doğrudan da ümumiyyətlə insan fərqinə varmalıdır. Özündə düzgün olmayan düşüncələrin, düzgün olmayan qərarların fərqinə varmalıdır və bunu həll etməyə çalışmalıdır. Mən də belə etdim. Artıq əşya saxlamıram evdə. Bunu hansısa bir çəkilişdə Turala verib, hədiyyə veriblər, Tural çəkəndə veriblər. Əl işidir. Bunu heç vaxt istifadə eləmirik, gördünüz mü? Əl işidir, çox qəşəngdir.
və geyimlərimi, bəlkə də 2-3 böyük bir paketlərdə geyimlərimi, bəzilərini satdım açığı. Az geyindiyim şeylər var idi, onları satdım. Sonra gördüm ki, satdığım adam da düz adam deyil. Ona görə də paltarlarımı qəşəng yığdım paketlərə, qoydum bloka. Oradan indi oranı təmizləyən xalalar 100% götürdülər. Elə geyim var idi, üstündə etiket də var idi. Yəqin ki, onları götürüb yaxınlarına verərlər, ya kiməsə verərlər, ya özləri istifadə edirlər. Ən əsas tərəfdarı da deyiləm ki, artıq öz geyimləri səni tanıyan adamlara verəsən. O enerjiyə də təsir edir. Ona görə mən ən salamatı yığdım bütün geyimlərimizi paketlərə, hamısını qoydum bloka. Və işlətmədiyim vazalar var idi, meyvə qabları var idi. Onları da götürdüm, qoydum çölə. Bir dənə onu bilirəm ki, bundan necə qurtulmaq olar? Düşünmədən çox şeyləri atmaq lazımdır. Yəni heç bir şey o əşya haqqında düşünmürsən, aparırsan, qoyursan çölə, özündən uzaqlaşdırırsan və beləliklə bu sənə xoş təsir etdikcə bunu təkrar etmək istəyirsən. Burada da iş gördüyüm yerdə Rahim gəlir məni qucaqlayır. Mən də onu qucaqlayıb öpürəm. Bəzən Rahimdə belə bir hərəkətlər olur. Adamı qucaqlayır, öpür. Qızım elə deyil, bilmirəm. Oğlan uşaqları yəqin ki, belə olur. Ən çox da mənə qarşı edir. Bunu bacısına da edir. Turala daha çox mənə və Nilaya edir. Xoşuma gəlir həmişə. Mən özüm də eləyəm açıq uşaqlara qarşı. Durduğu yerdə qucaqlayıram, onları öpürəm. Rahim bunu daha çox təkrar edir. Mən belə təmizliklərimi bitirdim. İstədim ki, bu travmamla da yenə danışım. Çünki mənim bu travmam hamıda var. Mən elə bilirəm ki, tək yaşamışam bunu. Amma bir çox adam hələ də bundan əziyyət çəkir. İstədim ki, sizə də bu fikirlərim örnək olsun. Təmizliyimi burada bitirdim. Növbəti vloqlarda görüşərik.